Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli uşaqlar, biz indi baxaq bu gün qrupa atdığımız 5-ci sinif sınavının izahına, 1-ci 5-in izahına baxaq, sonra keçərik 6-cı sinifin izahına. Bir də uşaqlar, bizim ödənişsiz sınaq qrupundan yararlanmaq istəyənlər ekranda yazılan nömrələ əlaqə saxlasın, qrupa əlavə edim. Yəni ödənişsiz WhatsApp qrupudur. Kim istəsə qoşulub sınaqlardan yararlana bilər. Yaxşı, gəlin uşaqlar, deməli, vaxt ötürmədən baxaq sınaqlarımıza. Deməli, baxırıq elə birinci sualımıza. Birdə bizə nə deyir? Deyir, sadələşdirin. Yaxşı, bunu sadələşdirmək üçün, deməli, uşaqlar, biz birinci növbədə bu tip sualları necə edirik? Mötərizənin qarşısında yazılan ədədi ayrı-ayrılıqda mötərizənin içərisində yazılan ədədlərin hər birinə vurmaq lazımdır. Yəni, biz burada indi 0,3-ü vururuq 8-ə. Gəlin elə bunun vurulma qaydasını da öyrədim. Kim bilmirsə, diqqətlə qulaq assın. Deməli, 8-i 3-ə vururuq 24. 4-ü yazırıq 2 yadda. 8-i 0-a vururuq 0, 2 də yadda. 0-ın üzərinə 2 gəlirik, olur 2. Oldu mu 24? Bax, adi qaydada vurduq. Sonra nəyə fikir verdik uşaqlar? Deməli, vergüldən sonra bir rəqəm var. Düzdürmü? Deməli, biz də sondan bir rəqəm sayıb vergülü ayırırıq. Bax, sondan bir rəqəm sayanda gəlir, düşür 4-ə. Düzdürmü? Deməli, 4-dən əvvələ qoyulacaq vergül. Oldu 2,4. Baxın, bunun yanından yazırıq. 2,4a üzərinə gəlirik. İndi 0,3-ü vururuq 7-yə. Eyni qayda 7 dəfə 3 21 1 yazırıq 2 yadda 7-ni 0-a vururuq 0 2 də yadda yazırıq 2. Deməli yenə vergüldən sonra bir rəqəmimiz var. Deməli sondan bir rəqəm ayırıb vergülü yazırıq bura. Olur 2,1. Deməli olacaq hansı variant? 2,4 daha üzərinə gəlirik 2,1-ə. Deməli indi keçək növbəti sualımıza 2-yə. 2-də nə deyir bizə? Sual işarəsinin yerinə hansı ədəd yazılmalıdır? Bu da həmin qaydanın. Deməli, birincidə izahın başa düşdünüzsə, ikincini artıq birbaşa özünüz edəcəksiniz. Deməli, baxırıq. 9-u vururuq A-ya uşaqlar. Neçə olacaq? 9-a. Bunu yazıblar. Bizdən sual işarəsinin yerinə yazılacaq ədədi soruşur. Deməli, 9-u vururuq 5-ə. Olacaq neçə? 45. Deməli, elə sual işarəsinin yerinə yazılacaq 45. İndi baxaq 3-cü sualımıza. 3-də nə deyir? 12A üstə gəl 4A üstə gəl 5 ifadəni sadələşdirin. A bərabər də 10 olarsa ifadənin qiymətini tapın. Yaxşı, gəlin tapaq. Nə deyir? 12A üzərinə gələk 4A üzərinə də gələk 5. Birinci növbədə biz bunu sadələşdirməliyik. Bir də uşaqlar, yadda saxlayın, mütləq şəkildə sadələşdirəndə dəyişənləri eyni olanları 1 hesablamalıyıq. Natural ədədləri 1 hesablayırıq. Burada indi biz hesablayaq. 12A-nın üzərinə 4A gəlirik. Neçə olacaq? 16A üstə gəlinsin 5. Bəzən uşaqlar 16A-nın üzərinə 5 gəlib yazırlar 21A. Uşaqlar, bu səhvdir. Belə bir qaydamız bizim mümkün deyil. Nəyə görə? Biz dəyişəndən natural ədədi heç vaxt toplaya bilmərik. Ona görə də burada bizim əlimizdən gələn nə ola bilər? Heç nə. 16A üzərinə gəlinsin 5. Yəni, bunu biz olduğu kimi saxlayırıq. İndi baxırıq. Bizə A-nın qiymətini verib, düzdürmü? Deyir, A bərabərdə 10 olarsa ifadənin qiymətini tap. 16A nə deməkdir uşaqlar? 16 vurulsun A-dır da. Əgər natural ədədlə dəyişən arasında heç bir işarə yoxdursa, bilin ki, o vurma deməkdir. İndi A-nın qiymətini yerinə qoyaq. 16 vurulsun. A-nın qiymətini sualın şərtində bizə veribdir 10. Üzərinə də gəlirik 5. 16-nı 10-a vururuq. 160. Üzərinə də 5 gələndə olur 165. İndi baxaq 4-cü suala. İndi bunu sadələşdirək. 8 vurulsun 4A, üzərinə gəlirik 5-i. Sonra çıxırıq 20-ni, çıxırıq 32A. Yaxşı, gəl hesablayaq. Bərabər yazırıq. 8-i vururuq 4A-ya. Olacaq 32A. Üzərinə gəlirik. Sonra 8-i vururuq 5-ə. Olur 40. Sonra çıxılsın 20, çıxılsın 32A. Sonra bərabərdir.
İndi dəyişənləri eyni olanları 1 hesablamalıyıq. Natural ədədləri 1 hesablayırıq. 32A burada, mənfi 32A burada. Deməli, bunun qarşısında mənfi işarəsi varmı? Yəni, çıx. 32A-dan 32A-nı çıxanda neçə qalacaq uşaqlar? 0. Yəni, bu A-larımız getdi 0-a. Yerdə nə qaldı? 40 çıxılsın 20. 40-dan da 20 çıxanda cavabımız olur elə 20. Sonra indi baxırıq 5-ci sualımıza. 5-də nə deyir bizə? 0,3 vurulsun 100, üstə gəl 5 vurulsun 0,5. Birinci növbədə uşaqlar qaydanı deyim. Deməli, bizim qaydamız necədir? Ümumiyyətlə, onluq kəsirlər 10-a, 100-ə, 1000-ə, 10.000-ə vuranda sıfırların sayı qədər birinci baxırıq. Neçə dənə sıfırımız var? Sıfırların sayı qədər rəqəm vergülü keçirik sağa doğru. Yəni, baxıram 0,3 vurulsun 100-dür. Yaxşı uşaqlar, 100-də neçə dənə sıfır var? 2 dənə, düzdürmü? Deməli, bizim vergülümüz burada 0-dan sonradır. Biz sayıb 2 rəqəm sağa gətirməliyik. Baxırıq, bir rəqəmimiz var 3. Axı, ikincisi yoxdur. İkincisi yoxdursa, onun yerinə biz yazırıq 0. Ancaq mütləq şəkildə biz 2 rəqəm irəli gəlməliyik. 2 rəqəm də irəli gələndə vergül buradan silinir. Onda qarşıdakı 0-ı heç yazmırıq. Bir dənə 3-ümüz burada var. Bir dənə də 0 yanına əlavə edirik. Olur 30. Burada oldu mu 30. Sonra üstə gəlinsin. 5-i vururuq 0,5-ə. Bunun da vurulma qaydasını bir vaxt demişdim. Deməli, 5-i 5-ə vururuq 25. 2 yadda. 5-i 0-a vururuq 0. 2 də yadda yazırıq. Bura 2,5. Sonra vergüldən sonra neçə rəqəm var uşaqlar? 1 rəqəm var, düzdürmü? Deməli, biz sondan 1 rəqəm sayıb ayırırıq. Olur 2,5. Deməli, indi biz 30-un üzərinə 2,5 gələndə neçə olacaq? 32,5. Sonra indi baxırıq növbəti sualımıza 6-ya. Deyir, 25%-i 2 olan ədədin 3 mislini tapın. Deməli, biz burada uşaqlar birinci növbədə tapmalıyıq 25%-i 2 olan ədəd. Yəni, faizə görə ədədin tapılması. Uşaqlar, faizə görə ədədi tapanda necə tapırdıq? Deməli, 2-ni vururuq biz 100-ə, bölürük 25-ə. İndi baxaq görək bizim burada ixtisarlarımız varmı? Deməli, 25 ilə 100 ixtisar gedir. Elə 25-in özünə bura 1 düşür, burada düşür 4. 2-ni də 4-ə vuranda olur 8. 1-də 8. Bu da bərabərdir ilə 8-ə. İndi bizə nə deyir? Ədədin 3 mislini tapın. Yəni 8-in 3 misli. 3 misli də vurma deməkdir. Düzdür uşaqlar? Olur 24. İndi baxaq. Bir dəqiqə. Hə. 7-yə. Aha, bir dəqiqə. Kiçildə ekranı biraz. Deməli, 7-də nə deyir bizə? Deyir, 60 ədədinin 20-də 3 hissəsindən 15 vahid böyük olan ədəd neçədir? Deməli, biz birinci növbədə 60-ın tapmalıyıq 20-də 3 hissəsi. 60-ın 20-də 3 hissəsini necə taparıq? Deməli, 60-ı ədədin hissəsini tapanda bölürük 20-yə, düzdürmü? Sonra vururuq 3-ə. Deməli, 60-ı 20-yə böləndə neçə düşəcək? 3. 3-ü də 3-ə vuranda 9. Deməli, cavabı aldıq mı 9. Bizə nə deyir? Deyir, 60 ədədinin 20-də 3 hissəsindən 15 vahid böyük olan ədədi tapın. Yəni, 9 üstə gəl 15. Olacaq neçə? 24. Olur elə birinci variant. Sonra baxırıq 8-ə. X üstə gəlinsin 8 bərabərdir 19,8. Deməli, burada X bərabərdir 19,8 çıxılsın 8. Burada X deməli toplananın yerindədir. Bunu da necə tapmalıyıq? Cəmdən digər toplananımızı çıxırıq. 19-dan 8-i necə çıxarıq? Gəlin, alt-alta yazım göstərim. 19,8-dən 8 çıxanda. Yadda saxlayın uşaqlar. Götürüb 8-i buradan yazmayın. Mütləq şəkildə tamın altına yazılmalıdır. Burada gətirib biz 8-i yazmalıyıq bura. Çıxanda 8 vergülü yazırıq olduğu yerə.
9-dan 8 çıxanda 1, burada da qalır 1. Olur 11,8. Sonra baxaq indi 9-a. Yenə 9-da da tənlikdir. Deməli 4x üstə gəlinsin 1,5 bərabərdir 21,5. Deməli burada biz birinci növbədə sadələşdirək. Yazırıq 4x bərabərdir 21,5-dən. Deməli 1,5 burada müsbətdir. Düzdürmü? Bərabərliyin digər tərəfinə keçəndə olacaqmı? Çıxılsın 1,5. Deməli 4x bərabərdir 21,5-dən çıxırıq 1,5-i. Burada yazım göstərim. 21,5 çıxılsın 1,5. 5-dən 5-i çıxırıq 0. Vergülü yazırıq olduğu yerə. 1-dən 1 çıxırıq 0. 2-ni də düşürük aşağı. Deməli cavabımız oldu neçə? 20. X də bərabərdir. 4 vurulsun x bərabərdir 20-dirsə, x-i tapanda 20-ni bölürük 4-ə. 20 bölünsün 4. X də bərabərdir 5-ə. Olur birinci variant. İndi keçəyin 10-cu sonuncu sualımıza. Deyir 2 ədədin cəmi 85-ə bərabərdir. Ədədlərdən biri o birindən 17 vahid kiçikdir. Bu ədədləri tapın. Yaxşı, deməli 2 ədədin cəmi neçəyə bərabərdir uşaqlar? 85-ə. Yaxşı uşaqlar, biz bu ədədlərimizi bilirik ki, neçədir? Bilmirik. Deməli bilmiriksə, biz bunları elə tənlik qurmanla həll edək. Birinci ədədimiz olsun x. Bir onu bilirik ki, 2 ədədin cəmi 85-dir. Ədədlərdən də biri o birindən 17 vahid kiçikdir. Biri x-dirsə, ikinci ədəd olacaq x üstəgəl 17. Doğrudan uşaqlar, biri o birindən 17 vahid kiçik oldu mu? Bunların da cəmi 85-ə bərabərdir. Tənliyimizi qururuq. Birinci ədəd üzərinə gəlirik ikinci ədədi, yəni x üstəgəl 17-nə. Bərabər edirik 85-ə. İndi x ilə x-i toplayanda olur 2x. Bərabərdir 85-dən çıxırıq 17-ni. 17 burada müsbətdir. Bərabərliyin digər tərəfinə keçəndə işarə əksinə dəyişir. Olur 17. Çıx 17. 2x də bərabərdir. 85-dən 17 çıxanda neçə qalacaq? 15-dən 7 çıxırsa 8. 8-dən 1 onluq vermişdiniz. 7 qaldı. 7-dən də 1 çıxanda olur 6. Oldu mu 68 uşaqlar? İndi x də bərabərdir 68 bölünsün 2. 68-i də 2-yə böləndə x də olacaq neçə? 34. Deməli biz tapdıq uşaqlar x-i 34. Yaxşı. Bu x bizim birinci ədədimizdir. Bax, birinci ədədimizi x ilə işarə etməmişdik. Yazırıq birinci ədədin yerinə 34. Bu olsun bizim birinci ədədimiz. İkinci ədədi necə yazmışdıq uşaqlar? X üstəgəl 17. X-i 34 yazmışıqsa yazırıq 34 üstəgəl 17. Bu da bərabərdir 51-ə. Deməli, ədədlərimizin biri oldu 34, biri də 51. 34 və 51 olur. Deməli, sonuncu variant. Yaxşı uşaqlar, bu qədər. Dediyim kimi, ödənişsiz sınaq qrupumuza qoşulmaq istəyən 055 704 83 56 nömrəsindən əlaqə saxlaya bilər. Oldu uşaqlar, sağ olun, hələlik.